balava ilahi tərbiyə ver. Balava ilahi tərbiyə ver. Balava ilahi tərbiyə edib, əgər ona düz istiqamət versən, o sənə qalacaq. Yox, balava düzgün istiqamət verməsən, hidayət eləməsən, hidayət haqqını düşünməsən, o uşaq da sabah hələ necə yaşayır, necə yaşayacaq, uçuruma getsə, o sənə qalmayacaq. O sənin əlindən tutmayacaq. Ona Quranda Allah Teala buyurur: "Əlim yevmələ yənfəu malun və la bənun illə mən ətəllah bi qəlbin səlim." Qiyamət günü nə malınız, nə pulunuz əlinizdən tutacaq. Amma bəzi övladlar qiyamət günü insanın əlindən tutar. Hansı övladlardır? O övladlar ki, doğrudan da belə deyək də cəmiyyət üçün çox faydalı oldular, imanlı oldular və bu ruhla, bu şəkildə yaşadılar. Və onlar atalarına da faydası var. Onların qiyamət günü analara da bir xeyir olar. Deyir, hətta məsələn bir uşaq deyir, tez dünyasında istəyirlər, bu həddi buluğdan qabaqdır. Deyir, qiyamət günü dayanlar, atasını gözləyər, anasını gözləyər, o imanlı atasını, anasını ki, onların əlindən tutsun, deyir, cənnətə girmək istəyirəm.